Həkim, mənim özümə bir şey maraqlıdır. Facebooka falan girəndə bəzi elanları görmüşəm. Nəsə bizim bu müsahibələrdən sonra meydana çıxıb. Xərçə ilə bağlı, onkoloji xəstəliklərlə bağlı eyni bizim başlıqlarda sizinlə olan müsahibələrimiz kimi şeylər paylaşılır. Görmüsünüz siz? Rast gəlmişəm və bir tərəfdən sizə minnətdarlığımı bildirirəm ki, mən sizin professional işiniz sahəsində bizim söhbətlərimiz daha geniş əhaliyə çatır və belə bəli, bir maraqlı bir fenomenə rast gəlirəm. İnsanlar bizim çıxışlarımızı, həmən bu künc bucaqdan olan bir çıxışlarımı götürürlər və özlərinin müəyyən səhifələrində, TikTok səhifələrində, Facebook səhifələrində, digər sosial şəbəkə səhifələrində paylaşırlar. Öz, misal üçün, hansısa bir xidmətləri varsa, hansısa bir məhsulları varsa, o məhsulların reklamında deyək ki, səsim gedir və öz məhsullarını göstərirlər. Bu superdir əslində. Mənə görə bu çox yaxşıdır, çünki mən orada öz məqsədimizi, missiyamı yerinə yetirmiş sayılıram ki, mənim sözüm çatır. Əgər mənim sözümdə heç olmasa bir qırıq, həqiqət varsa da, doğruluq varsa da, insanlara çatırsa da, mən ona sevinirəm. Amma digər tərəfdən, bəlkə də müəllif hüquqları pozulur hardasa, amma mən onun peşində deyiləm. Qoy pozulsun. Tək insanlarımız sağlam olsun.